Bismillahirrahmanirrahim. Əziz tamaşaçılar, bugün bu verilişdə inşallah biz təvəssül mövzusunu başlayırıq. Bundan sonra inşallah təvəssül barəsində bir neçə verilişlər çalışarıq ki, sizin nəzərinizə çatdıraq və təvəssülün həqiqətini tam həm Quran-ı Kərimdən, həm də hədislərdən onun məfhumunu anlaya bilək. İnşallah bununla həm bəzi atılmış şübhələrə və tutulan iradlara cavab vermiş olarıq, həm də bunun həqiqətini anlamış olarıq və Allahın yoluna daha da xidmət etmiş olarıq. Bilirsiniz ki, əslində təvəssül müasir dövrdə ən məşhur mövzulardan biridir və biz istəyirik ki, təvəssülü elə onun sözünün mənasından başlayaq. Təvəssül nədir? Yəni, təvəssül sözünün lüğəti mənası nə deməkdir? Təvəssül sözü lüğətlərə müraciət etdikdə görürük ki, buyurur ki, vəsiltu ilə Rabbi vəsilətən. Mən Rəbbimə çatmaq üçün bir vasitə qərar verdim. Lüğəti mənası budur. Hansısa vasitə qərar vermək, nəyisə, kimisə Allaha çatmaq üçün, Allahın yoluna yönəlmək üçün vasitə qərar vermək. Buna deyərlər vəsilə. Və həmçinin İbn Mənzur da elə Lisan-ül Ərəbdə qeyd edir ki, vəsilə odur ki, insan onun səbəbi ilə, onun vasitəsilə öz məqsədinə çatmış ola, öz məqsədinə yetişmiş ola. Buna deyərlər vəsilə. İndi istilahi mənası nədir? İstilahi mənası odur ki, insan Allah Taalaya çatmaq üçün, Allahın yoluna yönəlmək üçün vasitə qərar verir. Ya nəyisə, ya da kimi isə. Fərq eləməz. Ümumi mənadır. Bütün mətnlər, həm Quran-ı Kərimdə, həm hədislərimizdə bu məna ümumi şəkildə qeyd olunub. Bütün əslində əməllər bir vasitədir, bizi Allaha yetişdirir və həmçinin bəzi böyük ilahi şəxsiyyətlər vasitəsilə biz Allaha yetişmiş oluruq və bununla da vəsilə həyata keçir. Yəni, kimisə və ya nəyisə vasitə qərar vermək və bu vasitə ilə Allahın dərgahına üz tutmaq, Allaha yaxınlaşmaq. Düzdür, Allah Taala bizə yaxındır. Allah Taala Quran-ı Kərimdə buyurur ki, biz insana şah damarından da yaxınıq. Bəli, bu bütün insanların, bütün müsəlmanların qəbul etdiyi bir həqiqətdir. Sadəcə olaraq, əgər bu vasitə qərar verməyi, vəsiləni, əgər Allah bizə tapşırırsa və Allah bizə əmr eləyirsə, onda biz gərək buna əməl eləyək və Allah qarşısında öz fikrimizə əsaslanıb hansısa yanlış yola getməyək. Əgər vasitə qərar vermək mənasız bir iş olsaydı, heç vaxt Quran-ı Kərimdə buna əmr olunmazdı. Və yaxud Allah Quran-ı Kərimin bir ayəsində deyəndə ki, mən sizə şah damarınızdan da yaxınam, bunun mənası o demək deyil ki, siz vasitə qərar verməyin. Xeyr, bəli, Allah bizə yaxındır. Amma görəsən, biz də Allaha yaxınıq-mı? Yox. Əgər belə deyək, o ayəni əsas tutsaq, onda belə çıxır ki, biz ibadət də eləməməliyik. Çünki ibadəti də Allaha yaxınlaşmaq üçün eləyirik. Allahın dərgahına üz tutmaq üçün eləyirik. Allah əgər bizə şah damarımızdan yaxındırsa, onda heç ibadətə də ehtiyac yoxdur. Yəni, bu irad ortaya çıxacaqdır. Ona görə deyilmiş iradları inşallah biz bir-bir onun izahını verməyə çalışarıq. İnşallah Allahın izni. Hələ bu başlanğıcdır. Bəli, demək təvəssül Allahın əmr etdiyi, həm Quran-ı Kərimdə, həm də hədislərimizdə Allahın əmr etdiyi və vacib buyurduğu əməllərdən biridir. Yaxşı, bunun fəlsəfəsi nədir? Mən istəmirəm elə
fəlsəfəsini, hikmətini açıqlamadan birbaşa Quran ayələrinə, yəni təvəssül barəsində olan Quran ayələrinə keçək, ya o barədə rəvayət olunmuş Həzrəti Peyğəmbərimizin hədislərinə keçək. Xeyr. Gərək əvvəlcə izah olunsun. Çünki bizdə bəzən bu izah olunmadan ayələr təqdim olunur və deyilən hədislər insanlara təqdim olunur və bu insanlarda xüsusilə dini mövzuda savadı az olan insanları çaşqınlığa salır. Yəni, onların çaşmasına səbəb olur. Bəli, birinci izah olunmalıdır ki, təvəssülün hikməti və fəlsəfəsi nədir? Yəni, Allah Teala nə üçün insanlara əmr edir ki, mənim dərgahıma üz tutmaq üçün siz vasitə ilə gəlməlisiniz? Nə üçün bunu əmr edir? Axı, Allah hikmətsiz iş görmür. Allah Teala'nın bütün əmrləri, bütün işləri həkimanədir. Hikmətlə iş görür. Mütləq bir səbəbi var ki, Allah da o işi əncam verir. Təvəssülün fəlsəfəsi və hikməti, bəli, təvəssülün fəlsəfəsi və hikməti çox mühüm və belə deyək, əhəmiyyətə malikdir. Təvəssül həm Allahın bizə bir lütfüdür, həm də Allah Teala burada bəzi istəyinə çatmaq üçün əslində bu təvəssülü vacib eləyib. Baxın, Quran-ı Kərimdə müxtəlif ayələrimiz var ki, Allah Teala'dan bir şey istənildikdə Allah Teala buyurur ki, get Resulumdan istə. Elə Musa Peyğəmbərin biz dastanına baxdıqda görürük ki, Bəni İsrail su istədikdə, yəni qəhətlik idi, səhrada yaşayırdılar, neçə illər səhrada yaşadılar. Orada su olmadı. İnsanlar gəlib Musa Peyğəmbərə əmr elədilər ki, sən Allahından bizim üçün su istə. Musa Peyğəmbər də əslində dua etsəydi, Allah Teala qəbul eləyərdi. Və yaxud Musa Peyğəmbər insanlara demədi ki, siz mənim üstümə nə üçün gəlmisiniz, mən də sizin kimi bir insanam. Gedin Allahdan isteyin, Allah sizə şah damarınızdan da yaxındır, gedin ondan isteyin. Belə sözləri demədi. Musa Peyğəmbər də cəmaatın istəyini yerinə yetirdi və Allah Teala'ya buyurdu ki, ilahi bunlar məndən su istəyirlər. Allah da Musa Peyğəmbərə buyurur ki, sən əsanı daşa vur. Sən əsanı daşa vur. Quran-ı Kərim buyurur ki, elə ki Musa Peyğəmbər əsasını daşa vurdu, ondan 12 dənə çeşmə ayrıldı. Bəqərə surəsində Allah Teala bunu bizə xəbər verir. Bəli, əgər Musa Peyğəmbərin heç bir rolu yoxdursa, Musa Peyğəmbərin burada heç bir köməyi yoxdursa, bəs onda nə üçün Allah Teala məhz Musa Peyğəmbərə buyurur ki, sən əsanı vur. Və yaxud inək dastanında da biz eyni hadisəni müşahidə edirik ki, ey Musa, əsanı vur, inəyin sümüklərini qoy, inək dirilsin və desin ki, məsələn, filan kəsin qatili kimdir? Bəqərə surəsində siz bunu oxuyursunuz. Digər surələrimizdə biz bunu bütün Peyğəmbərlərin həyatında müşahidə edə bilərik ki, ümumiyyətlə insanlar Həzrəti Peyğəmbərlərə müraciət ediblər. Nədir bunun fəlsəfəsi, nədir bunun hikməti? Nə üçün Allah Teala insanlara bu cür buyurur ki, gedin Peyğəmbərdən isteyin? Və yaxud öz Peyğəmbərimiz, Həzrəti Muhammed Peyğəmbərin barəsində də Quran-ı Kərim buyurur ki, وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا. Ey Resulum, özünə zülm etmiş insanlar, günahkar insanlar sənin yanına gəlsələr, Allahdan istiğfar diləsələr, günahlarının bağışlanmasını diləsələr və Rəsul da onlar üçün istiğfar etsə, yəni Rəsul da Allahdan onlar üçün günahlarının bağışlanmasını diləsə, onlar Allahın tövbələri qəbul eləyən və mehriban olduğunu görərdilər. Bəli, burada da Allah Teala buyurur ki, bəli, sənin yanına gəlməlidirlər. Və yaxud Münafiq surəsində Allah Teala yenə buyurur ki, münafiqlərə, o insanlara deyiləndə ki, gəlin gedək, Resulullah sizin üçün istiğfar eləsin, sizin üçün Allahdan bağışlanmaq diləsin, onlar deyir, üz döndərirlər, gəlmirlər bu işə, getmirlər, yox deyirlər. Allah bunu qınıyır və münafiqliyin əlamətindən biri hesab edir. Nə üçün Allah Teala məhz bunu şərt qoyur ki, siz gedib Resulullah'a müraciət eləməlisiniz? Nədir bunun hikməti görəsən? Bəli, bunun fəlsəfəsi və hikməti bundan ibarətdir ki, Allah Teala bununla öz övliyalarının
əzəmətini, onların qədir-qiymətini insanlara tanıtdırır bu yolla. Onların böyüklüyünü və Allah yanında nə qədər hörmət sahibi olduğunu insanlara çatdırmaq istəyir. Çünki axı Allah öz sözünü onların vasitəsilə insanlara çatdırır. Allah Teala özü insanları onlara müraciət etməyə vadar eləyir. Çünki onların qədir-qiyməti insanlar tərəfindən qəbul edilməlidir və insanlar həqiqətən də bunu anlamalıdırlar ki, onlar Allahın övliyalarıdır. Allah onların səsini eşidir. Biz bəndələr onlara möhtacıq. Allah Teala bunu eləyib ki, bütün insanlar onların dəyərini tanısınlar. Və nəticədə sabah Allahın əmrini insanlara çatdırmaq istədikdə, onlar da canla, başla qəbul etsin. İnsanlar onların sözünü qəbul etməlidir. Bax, məhz onların rolunun, onların mövqeyinin möhkəmlənməsi üçün və insanlar tərəfindən onların əzəmətinin tanınması üçün Allah Teala təvəssülü vacib eləyib. Həm bu bizə xeyirdir, həm də Allah bunun vasitəsilə insanlara öz əzəmətini, öz övliyalarının əzəmətini çatdırmaq istəyir. Bu da onun hikməti. Ümumiyyətlə Allah Teala dünyanı vasitə dünyası yaradıb, vasitə dünyası qərar verib. Bütün işlərimiz vasitə iləndir. Və bu mənəvi məsələlərdə də bu öz əksini tapıb. Elə biz misal olaraq, məsələn, qibləni misal gətirə bilərik. Allah Teala qibləni qərar verib, özü üçün, öz yolu üçün bir cəhət, bir istiqamət. Quran-ı Kərim buyurur ki, ya Rasulum, biz sənin üzünü səmalara tutduğunu görürük ki, istəyirsən ki, vəhiy nazil olsun və qiblənin dəyişdirilməsini əmri gəlsin, çatsın sənə. Qiblənin dəyişdirilməsində Peyğəmbərin istəyi var idi. Quran-ı Kərim buyurur ki, biz görürük ki, sənə səmaya baxırsan ki, Allah Teala'dan nə vaxt əmr gələcək və qiblə dəyişdiriləcək. Bunu sən gözləyirsən, ya Peyğəmbər, tezliklə biz səni razı olduğun qibləyə doğru yönəldərik. İndi Məscid-ül Hərama doğru üzünü tut və namaz qılarkən, ibadət eləyərkən sən Məscid-ül Hərama tərəf, Kəbəyə tərəf üzünü tutmalısan. Və harada olsanız üzünüzü ona tərəf tutun. Və kitab əhli bilir ki, bu Allah tərəfindən gəlmiş bir haqdır. Allah da onların etdiklərindən qafil deyildir. Bunu da Allah Teala Bəqərə surəsində buyurur. Kəbəni, Məscid-ül Həramı Allah Teala bir vasitə qərar verib, öz yoluna, öz istiqamətinə bir cəhət qərar verib onu. Əslində Kəbə bizim məbudumuz deyil. Biz Kəbəyə ibadət eləmirik. Kəbə Allahın vəchidir. Allahın bir Allaha gedən, Allahın yoluna, Allahın dərgahına gedən bir cəhətdir. Biz əslində Kəbəyə üz tutmaqla Allahın dərgahına üz tuturuq. Bu Kəbə bizi Allahın dərgahına aparır. Kəbə Allahın vəchidir. Ona görə bizə əmr olunub ki, Kəbəyə üz tutun. Yoxsa hər yerdə Allah var, hər yer Allahındır. Quran-ı Kərim buyurduğu kimi, məşriq də, məğrib də Allaha məxsusdur. Amma ibadət edərkən üzünüzü Kəbəyə tutmalısınız. Demək, Kəbə Allahın vəchidir. Allaha aparan bir istiqamətdir. Söhbət daşdan getmir. Söhbət Allahın dəyər verdiyi bir şeydən gedir. Elə Adəm Peyğəmbərin məsələsində də Allah Teala mələklərə əmr eləyir ki, Adəmə səcdə eləyin. Adəm bir istiqamətdir. Adəm Allahın dərgahına aparan bir yol idi. Adəm məbud deyildi, mələklərin məbudu deyildi. Mələklər Adəmə ibadət eləmədilər. Əslində Adəmə tərəf durub səcdə etmək elə bizim Kəbəyə tərəf durub səcdə etməyimizə bənzəyirdi. Və bununla mələklər Allaha yaxınlaşdılar. Allah Teala Adəmi öz dərgahına gedən bir cəhət qərar verdi. Vəcih qərar verdi. Bunu digər Quran-ı Kərimdə də Allah Teala buyurur ki, məsələn biz buyurur Misirdə Musa Peyğəmbərə əmr elədik ki, evlər tikin və öz evlərinizi
insanlar üçün qiblə qərar verin. Baxın. Və əvhayna ilə Musa və əxihi ən təbəvvəə liqavmikuma bimisra buyutən وَجْعَلُوا بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُوا الصَّلَاةَ وَبَشِّرِ الْمُؤْمِنِينَ. Biz Musa və onun qardaşı Haruna vəhy etdik ki, Misirdə öz qövmünüz üçün evlər hazırlayın və öz evlərinizi onlar üçün qiblə qərar verin və namaz qılın. Baxın, Musa peyğəmbərlə Harun peyğəmbərin evləri qiblə oldu. Allaha gedən bir yol Allah tərəfindən qərar verildi. Allahın dərgahını tanıttıran bir məkan oldu. Musanın evi və Harun peyğəmbərin evi. İndi insanlar orada Musa peyğəmbərin evinə mi ibadət etdilər, sitayiş etdilər? Xeyr. Onlar bununla Allahın dərgahına üz tuturdular. Allaha sitayiş edirdilər, Allaha ibadət edirdilər. Elə Musa peyğəmbərin özü barəsində də Allah Teala buyurur ki, biz Musa peyğəmbəri və İsa peyğəmbəri özümüz üçün cəhət qərar vermişik, vacih qərar vermişik. Buyurur ki, İsmuhul Məsihu İsa ibn Məryəm vacihan fid dunya vəl axirə və minəl muqarrabin. Məryəm surəsində Allah Teala buyurur. Buyurur, biz Məryəm oğlu İsa'nı dünya və axirət vəcih qərar vermişik. Vəcih, vəcih sözündəndir. Yəni, Allahın dərgahını göstərən bir istiqamət. Vəcih budur. Allahın dərgahını göstərən bir istiqamətdir. Allahın yolunu göstərən bir istiqamətdir. Ondan sonra Musa peyğəmbər barəsində də buyurur: "Ya eyyuhellezine amenu la takunu kellezine azav Musa feberra'ahullah mimma qalu ve kana indallahi vacihan." Ey iman gətirənlər, Musaya əziyyət verənlər kimi olmayın. Biz İslam ümmətinə əmr eləyir Allah Teala. Buyurur, Musaya əziyyət verənlər kimi olmayın. Musaya cürbəcür dil yarası tənə vuran insanlar kimi olmayın. Allah əslində Musanı onların dediklərindən paklaşdırdı. Musa barəsində yayılmış bütün söhbətlərin yalan olmasını ortaya çıxartdı. Sonra buyurur: "Və kana indallahi vacihan." Musa Allah yanında abır sahibi idi, məqam sahibi idi. Vacih, yenə vəcih sözündəndir, cəhət, istiqamət o sözdəndir. Yəni, o Allahın dərgahını göstərən bir istiqamət idi. Allah Teala bax, onlara bu məqamı verməklə və insanları da bu cəhətdən onlara möhtac eləməklə əslində onların məqamını bizə tanıtdırır və onların sözünün bizdə kəsəri olmasını, təsirli olmasını əslində bununla təmin etmiş olur. Və bu bizim hidayətimizdə ən mühüm amillərdən biridir. Allah Teala inşallah hamımızı hidayət eləsin. Bizim bu dərslərimiz, bu çıxışlarımız davam edəcək. Biz əslində bunu bir giriş kimi söhbət elədik. İnşallah gələn verilişlərimizdə, gələn söhbətlərimizdə həm Quran-ı Kərimin ayələrində təvəssül, həm də Peyğəmbərimizin hədislərində təvəssülün mənasını və təvəssül barəsində o Həzrətdən bizə gəlib çatmış hədisləri sizə çatdıracaq. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.